Hə, köhnələr, sabahınız xeyir olsun. Gününüz uğurlu olsun. Səhər saat 7-dir, çıxmışam evdən işə getməyə. Həmişə kimi ayağına, havadakı gül kimi yağış yağır. Xeyir bərəkət deyə yağış, necə deyərlər. Neysə, eşidirəm ki, kimsə neyi var məhəllədə siqnal verir maşından. Zar, zar, zar. Dedim, vas keçim, gedim işə. Neysə, tab getirmədim. Fırlandım məhəllənin yuxarı tərəfinə. Görürəm bir nəfər dayanıb, heç tanımıram onu. Neyi var siqnallayır? Səbəb də odur ki, kimsə bunun maşınının arxasında qonşulardan maşını saxlayıb bu çıxa bilmir. Yəni bu sadə bir məişət olaydı da, hamımızın başına gələn bir hal, hadisəmi deyim buna, nə deyim buna, hamımızın başımıza bu haçansa belə bir şey gəlib. Gəlməyibsə gələcək 100%. Neysə, yaxınlaşdım ona, deyirəm, nə edirsən sən? İndi hamı səhər-səhər məktəbə getmir ki, bunun yaşlısı da var, bunun təqaüdçüsü var, kimsə istirahət edir, kimsə xəstəsi var. Səhər saat 7-də sən nə üçün cəmaatı narahat edirsən? Neysə, çox kobud danışdı mənimlə, şeytanın qulağı kar, mən onun üçün yaxınlaşmamışdım ona ki, yəni o ilə nəsə bir mübahisə aparım. Mən yaxınlaşdım ki, çalışım, kömək eləyim ona, o problemi həll eləmək üçün. Başa düşürsünüz məni? Deyirəm, ay qardeş, bu qədər siqnal vurmaqdansa, sən məhəllə adamlarından kimlənsə bir soruş, bax, gör, kimdir bu? Deyir, kimdən soruşum, kim var burada? Dedim, gözümün qabağında. Hələ deyir, bizdə o məhəllənin içində qaraj var ya, haradakı piraşki satırlar, piçeni satırlar, nə bilim. Hələ bir dənə ondan soruşdum ki, tanıyırsan kimin maşını? Tanıyıram, 7-ci mərtəbə, deyəsən Şamil müəllimdir. Deyirəm, gördün? Yəni, vəssalam da, bu diyanıb indi mat qalıb, baxır mənim belə sifətimə. Deyir, yaxşı, mən qapını necə açım, qapı koddadır. Heç nə, baxdım pəncərədən, sözsüz ki, yəni bu səsküyə hansısa qonşular artıq çıxmışdılar da, yəni artıq kimsə narahat olub, artıq kiminsə yuxusu, necə deyərlər, şirin olmayıb, durub yuxudan. Başımı qaldırdım, hələ dedim, gördüm bir xanım, dedim, ay xanım, burada belə bir problem var, 8-ci mərtəbə Şamil müəllim. Çox üzr istəyirəm, qapının bir dənə kodunu verə bilərsiniz ki, açaq, gedək. Açdılar qapını bizim üçün, 32B deyəsən səhv eləmirəmsə dedilər və bu yoldaş məncə gedəcəkdi, ora gedirdi. Artıq üzümü çöndərdim, ona dedim ki, gördün, qardaş, belə siqnal verməkdənsə sadəcə olaraq biraz baş işlətmək lazımdır. Yəni, mənim sözüm bir üstünədədir. Biz çox vaxtı axuq eləyirik ki, Almaniya cəmaatı belə yaşayır, nə bilim, İsveç cəmaatı belə yaşayır, Norveç cəmaatı belə yaşayır. Onların da nefti var da. Məsələn, Norvecin çox böyük neft sərvəti var da, bildiyiniz kimi. Söhbət neftdən gelmir, söhbət insandan gelir. Orada onların insanları, onların cəmiyyəti o cür həyatı özləri üçün yaradıblar, formalaşdırıblar. Yəni, öz hərəkətləri sahəsində, öz mədəniyyəti sahəsində, öz təmkinliyi sayəsində, üzr istəyirəm, indi Arzu müəllim mənim izləyicim var, hansı ki mənə həmişə Azərbaycan dilində səhvlərimi olanda tutur mənə düzəliş edir. Çox sağ olsun Arzu müəllim, hamımızdan xahiş edirəm. Bəli, mən özüm rus dilliyəm. Rus dilində məktəb bitirmişəm, rus dilində ali təhsil almışam. Azərbaycan dilində ola bilər, yəni arada bir səhvlər buraxıram. Xahiş edirəm, düzəldir. Mən buna heç vaxtı, heç bir halda incimirəm. Neysə, qaydaq həmən məsələyə. Yəni, sözüm odur ki, hər şey bizim özümüzdən asılıdır. Biz özümüz mədəni, təmkinli, bir-birinə hörmət edən bir cəmiyyət yarada bilsək, gələcəkdə həmin cəmiyyət də bizə, özümüzə xidmət eləyəcək, qulluq eləyəcək. Sabahınız bir də xeyir olsun, qəlbdən qəlbə.